Hər vaxtınız xeyir, salamlayıram sizi bir daha. Bu günləri inşallah məğrib və işa namazlarının qılınma qaydasını izah edəcəm sizə və göstərəcəm. Biz keçən videolarımızda sübh, zöhr və əsr namazlarının qılınma qaydasını izah etdik. Bu günləri isə məğrib və işa namazlarının qılınma qaydasını göstərəcəm. Əvvəlcə bunu qeyd edeyim ki, məğrib və işa namazlarının vaxtı günəşin batmasından sonra şərq tərəfdə müşahidə olunan qırmızılığın insanın başının üzərindən tamamilə getməsindən sonra başlanır. Yəni, şərq üfüqündə müşahidə edilən qırmızılığın öz yerini qaranlığa verməsindən etibarən artıq məğrib namazının vaxtı başlanır. Bir qeydi də sizin üçün deyim ki, məğrib və işa namazlarının son vaxtı, yəni axırıncı vaxtı ixtiyarı şəxsi üçün gecə yarısına qədərdir. Bəli, əziz dostlar, dediyimiz kimi digər namazlarda, yəni sübhdə və zöhr və əsrdə qeyd etdiyimiz şərtlər ki, insanın dəstəmazlı olması, qüsullu olmamağı, üzü qibləyə dayanması, libasının pak olmağı, məkanının sabit və doğru bir məkan olması, həmçində bu namaz üçün də keçərlidir. Məğrib və işa namazları məğribə şam da deyirlər, işaya qiftən də deyirlər, 7 rükətdən ibarətdir. Ümumiyyətlə gün ərzində 17 rükət namaz vardır ki, 2 rükət sübh namazı, 8 rükət günorta, zöhr və əsr namazları, 7 rükət isə məğrib və işa namazlarından ibarətdir ki, mən bu günləri həmən o namazların qılınma qaydasını sizə göstərəcəm. Bəli, üzü qibləyə deyarıq inşallah. Və ilk öncə iqaməni deyirik, təbii ki. Allahu Ekber, Allahu Ekber. Əşhədu ən la ilahə illallah, əşhədu ən la ilahə illallah, əşhədu ənə Muhammedə Rasulullah, əşhədu ənə Muhammedə Rasulullah, əşhədu ənə əmirəl müminə Əliyyən vəliyyullah, əşhədu ənə mevlənə əmirəl müminə Əliyyən hüccətullah. Hayyə aləs-salah, hayyə aləs-salah, hayyə aləl-fəlah, hayyə aləl-fəlah. حي على خير العمل حي على خير العمل قد قامت الصلاة قد قامت الصلاة الله أكبر la ilahe illallah. Dostlar, iqamə qutardı, indi isə niyyət olunur. Məğrib namazı qılıram qurbətən ilallah. Allahu Akbar. Əuzu billahi minəşşeytanirracim. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. Allahu Ekber. Dostlar, həm surə dedikdən sonra və təkbiri dedikdən sonra birinci rükətimiz bitdi. İndi isə rükəyə gedirik. Subhanallah, Subhanallah, Subhanallah. Qalxdıq, bədənimiz sabit. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. İki səcdə elədik, yeniden qiyama qalxırıq. İndi isə ikinci rükət başlayır. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal mustaqim. Sıratallezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samad. Lem yelid ve lem yulad. Ve lem yekun lehu kufuven ahad. Allahu Ekber. Təkbir dedi, ikinci rükətdə bitdi.
və qunut tutulur. Allahumma salli ala Muhammedin və ali Muhammed. Allahumma salli ala Muhammedin və ali Muhammed. Allahumma salli ala Muhammedin və ali Muhammed. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Bunu dedikdən sonra, iki səcdən etdikdən sonra təşəhhüd deyilir. Təşəhhüdü deyərkən yaxşıdır ki, insan öz libasının ətəyinə baxsın. Elhamdülillah, əşhədu ən la ilahə illallah vahdahu la şərikə ləh və əşhədu ənnə Muhammədən abduhu və rasuluh. Allahumma salli ala Muhammedin və ali Muhammed. Bu da deyildikdən sonra yenidən qiyama qalxırıq. Və dostlar, qalxdığımız bu qiyam məğrib namazının 3-cü rükətidir. Və burada zöhr namazında qeyd etmişdik. Təsbihat-ı ərbəə deyilir. Bu aslıdan deyilməli, sadəcə mən indi uzudan deyirəm ki, öyrənmək istəyən dostlarımız öyrənsin. Amma 3-cü rükətdə həmən bu təsbihat-ı ərbəə ahəstə deyilir, aslıdan deyilir. Subhanallahi velhamdülillahi və la ilahə illallahu vallahu ekber. Bunu bir dəfə də deyə bilərik, vacibdir. 3 dəfə demək müstəhəbdir. Subhanallahi velhamdülillahi və la ilahə illallahu vallahu ekber. Subhanallahi velhamdülillahi və la ilahə illallahu vallahu ekber. Allahu ekber. Dostlar, təkbiri dedikdən sonra məğrib namazımızın 3-cü rükəti tamamlanır və rükəyə gedirik. Subhanallahi, Subhanallah, Subhanallah. Allahu ekber. Subhanallahi, Subhanallah, Subhanallah. Allahu ekber. Subhanallah, Subhanallah, Subhanallah. Allahu Ekber. Qeyd etdiyimiz kimi, məğrib namazı 3 rükətli namaz olduğuna görə, artıq 3-cü rükəti də dediyi təsbihat ərbəyə dedikdən sonra təşəhhüd və salamları deyirik. Elhamdülillah, əşhədu ən la ilahə illallah vahdahu la şərikə ləh və əşhədu ənnə Muhammədən abduhu və rasuluh. Allahumma salli ala Muhammed və ali Muhammed. Təşəhhüd tamam. Salamları deyəndə isə möhrə baxmaq lazımdır. Assalamu aleykə eyyuhən nəbiyyü və rəhmətullahi və bərəkatuh. Assalamu aleyna və alə ibadillahis salihin. Assalamu aleykum və rəhmətullahi və bərəkatuh. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Dostlar, məğrib namazı bildiyimiz kimi tamamlandı və məğrib namazı 3 rükətdən ibarət idi. İqamə, niyyət, həmd surə, rükû və 2 səcdə, yenidən qiyama qalxırıq. Həmd surə, yəni oxuyuruq, rükû və 2 səcdə, təşəhhüd və 3-cü dəfə qiyama qalxırıq. Təsbihat-ı ərbəə deyirik və rükû, 2 səcdə, təşəhhüd və salam. Namazımız tamamlandı. Baxın, 3 dənə rükət. Yəni, məğrib namazı 3 rükətdən ibarətdir. Sübh namazı 2 rükətdən ibarət idi. Zöhr namazı 4, əsr namazı 4, 8, o da 2, 10. Bu da 3, 13. Və bu namazın ardından sonra, yəni bu məğrib namazı bitirdikdən sonra artıq arada namazdan sonra təqibatlar oxuya bilərsiniz, dualar oxuya bilərsiniz, zikirlər eləyə bilərsiniz, xanım Fatimə Zəhranın zikirlərini eləyə bilərsiniz. Müstəhəbbə əməllər də vacib deyil və bir neçə dəqiqədən sonra təbii ki, artıq işa namazı qılınır. İşa namazı daha mən qılmıram. İşa namazı eyni ilə zöhr namazı kimidir. Sadəcə bir neçə fərqi var. O fərqlərdən biri budur ki, işa namazını qılanda iqamədən sonra deyirik ki,
İşa namazı qılıram qurbətən ilallah. Yəni niyyət dəyişir. 4 rükətdən ibarətdir. Zöhr namazı necə idisə də İşa namazını qılmıram ki, vaxt getməsin. Zöhr namazı necədirsə 4 rükətdir, İşa namazı da eynən elədir. Sadəcə və sadəcə burada niyyət dəyişir. Zöhr namazının yerində deyirsiniz ki, İşa namazı qılıram qurbətən ilallah, Allahu Ekber. Bir fərqi budur və bir fərqi də zöhr və əsr namazları astadan qılınır, ahəstə qılınır. Yəni Bismillahirrahmanirrahim. Bu şəkildə qılınır. Amma İşa namazı və məğrib namazı həmçinin daxil və sübh namazı daxil, bu üç namaz ucadan qılınır. Yəni uca səslə qılınır. Həm xanımlar, həm kişilər. Həm xanımlar, həm kişilər ki, bu namazı uca səslə belə deyək, qiraət edirlər. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və s. İnşallah ki, Allah bütün ibadətlərimizi qəbul eləsin, bütün dualarımızı qəbul eləsin. Bizim üçün də inşallah dua edərsiniz. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.